Salam əziz izləyicilər, mən BTRD tələbə hazırlıq kursunun qrup müəllimiyəm. Bugün sizə məntiqi təfəkkürün düşünmə formaları haqqında məlumat verəcəyim. İndi isə keçək məntiqi düşünmə formalarına. Birinci başlayaq deduktiv düşünmə formasından. Deduktiv düşünmə formasında şagird ümumi bir fikirdən xüsusi bir fikrə gəlir. Məsələn, deyirik bütün ağaclar yaşıldır, ümumi bir fikirdir. Demək, alma ağaclar yaşıl rəngdədir. Ya da tespit təbii mənbənin üçün bir nümunə göstərə bilərik. Deyirik bütün top oyunları əzəllərə ağırdır. Demək, futbolda insan əzəllərinə ağırdan bir idman oyunudur. Ya da bir başqa nümunə göstərək, deyək ki, bütün ölkələrdə, Avropa ölkələrində iqtisadiyyət yüksək dərəcədə, deməli, Almaniyada da iqtisadiyyət yaxşıdır. Demək ki, ümumi bir fikirdən xüsusi bir fikrə gəlir. İnduktiv düşünmə isə deduktiv düşünmənin əksidir. Xüsusi bir fikirdən şagird ümumi bir fikrə gəlir. Məsələn, həyat bir həmsin əksini deyə bilərik. Deyir ki, alma ağacı yaşıl rəngdədir, deməli bütün ağaclar yaşıldır. Bunu başqa cür necə yerdə saxlaya bilərsiniz? Deduktiv görürsü samitlə bitir, induktiv saitlə bitir, ümumidən xüsusiyə gəlir. Baxın, samitlə bitir, bunu samitlə bitir, xüsusi bir fikirlə. İnduktiv də i hərfindən bitir, elə xüsusidən ümumiyə gəlir, i hərfdə saitdir, yəni yadda saxlamaq üçün belə bir üsullarını istifadə edə bilərsiniz. Ağacı düşünmə forması nədir? Ağacı düşünmədə şagird məsələn deyir ki, 2 üstə gəl, 5 vurulsun, 2 üstə gəlsin, 3 çıxılsın 1. Şagird birinci təbii ki, mötəzənin içini həll edir. Sonra vurma əməlini, sonra digər əməlləri ardıcıl həll etməyə çalışır. Deməli, ardıcıl da biz burada bu açar sözdən istifadə edirik. Mərhələli şəkildə şagird nə edir? Mərhələli şəkildə şagird misalı həll etmiş olur. Demək ki, ardıcıl düşünmə formasından istifadə edir. Verbal və qeyri-verbal sözünü biz test edəcəyik qrupunda. Verbal düşünmə sözlü və ya səsli düşünmədir. Şagird nə edir? Birinci beynində müəyyən bir təsəvvürü yaradır, daha sonra yaratdığı o təsəvvürü dilinə gətirir. Yəni şagird istər səsli düşünsün, istər beyində düşünsün. Söhbət verbal düşünmədən gedir. Qeyri-verbal düşünmə isə adı üstündə verbalın əksi, yəni heç bir səs, heç bir danışıq yoxdur. Buna biz vizual düşünmədə deyirik. Şagird beynində düşündüyü şeyi fakt olaraq göstərir. Məsələn, şagird xəritə şəkil çəkmək istəyir, ya da hansısa bir meyvənin şəklini, ya da ki, tutaq gücü ilə şəkil çəkmək istəyir, qılaf, stoplazma nüvəni göstərir. Yəni artıq burada heç bir danışıq, heç bir səs yoxdur. Şagird sadəcə düşündüyünü vizual olaraq həyata keçirir. Sistemli və analoji düşünmədən də danışır. Sistemli düşünmə ayrı-ayrı baş verən prosesləri, nəticələri ümumiləşdirməkdir. Məsələn, deyirik, bu yay isti olacaqsa, deməli, məhsuldarlıq aşağı olacaq. Məhsuldarlıq aşağı olacaqsa, deməli, bizim bu ay xərcimiz çox çıxacaq, ya da biz xarici bazarlardan hansısa məhsul alıb-verə eləyəcəyik. Bu da nəyə gətirəcək? Ümumi kasıbçılığa gətirib çıxardacaq deyək. Biz şagird burada neynədir? Arda-arda mərhələli olaraq görürsünüz. Sistemli olaraq fikirləşdik ki, istinin olmağını gətirib bizim maddi problemlərimizə gətirib çıxardır. O demək ki, şagird sistemli düşünür. Analoji düşünmədəki söhbət gedir, analogiya oxşar deməkdir. Sadəcə oxşarlıqlardan bəhs edəcəyik. Məsələn, deyirəm ki, götürək buradan bitki hüceyrəsi ilə heyvan hüceyrəsi arasındakı oxşarlığı göstərir. Ya da ki, deyək, tutaq ki, Almaniyanın iqtisadiyyatı ilə şagird Norveçin iqtisadiyyatını müqayisə edir və ancaq oxşar cəhətləri müəyyən edir. İş üsullarından biz eyni diaqramın analoji düşünmə müəllimləri orta hissəsini əhatə edir. Bugünkü dərsimiz bu qədər əziz müəllimlər. Bu videoların çox gəlməni istəyirsinizsə videonu bəyənməyi və yorum yazmayı yaddan çıxartmayın. Bizimlə əlaqə üçün aşağıda qeyd olunan nömrəyə əlaqə saxlaya bilərsiniz. Qrupun dərslərimizə də əyani şəkildə qoşula bilərsiniz. Gününüz uğurlu keçsin.